müddətli qaşınmaların səbəbi qaraciyər və öd yolları xəstəlikləri ola bilər. Belə ki, qaraciyər sirrozu zamanı, öd yollarının tıxanması, öd yollarının autoimmun xəstəlikləri, virus hepatitləri və digər xəstəliklər qaşınmaya səbəb ola bilər. Bəs biz hardan bilirik ki, bu qaşınmanın səbəbi məhz qaraciyər xəstəlikləridir? Belə ki, bunun xüsusi olur. Xüsusiyyətləri nədən ibarətdir? Qaşıntılar xüsusən axşam saatlarında artır, əllərdə, ayaqlarda və bədənin yan hissələrində daha çox olur. Qaşınmalar zamanı iz olmur, dəri quruluğu ilə bağlı olmur. Adətən xəstələr dəri altında nəsə hiss etdiklərini söyləyirlər. Antihistaminlər, yəni allergiya əleyhinə dərmanlar verdikdə qaşınmalar kəsilmir. Qaraciyər və öd səbəbli qaşıntının mexanizmi nədən ibarətdir? Belə ki, öd xəstəlikləri zamanı öd duzlarının qana keçməsi, sorulması artır. Bu zaman dəridə toplanır və sinir ucluqlarını dəridə qıcıqlandıraraq qaşınmaya səbəb olur. Qaraciyər xəstəlikləri zamanı isə autotoksin fermenti daha da çox aktivləşir və bu zaman mezofosfat turşusunun miqdarı çoxalır və bu da qaşınmanın əsas elementlərindən biridir. Qaşıntının məhz qaraciyər xəstəlikləri, öd yolu xəstəlikləri nə səbəbdən olduğunu bilmək üçünsə bir sıra müayinələr lazımdır. İlk növbədə USM müayinəsi, direkt bilirubin, ALAT, ASAT, QGT, ALAP, AFP, qaraciyərin autoimmun panelləri və virus hepatitləri yoxlanılmalıdır.